Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz 11-cilər. Bildiyimiz kimi bugün 15 mart 2026-cı il tarixində 11-ci siniflər üçün buraxılış imtahanı keçirildi və həmin imtahanda riyaziyyat fənnindən düşmüş sualların izahını sizinlə paylaşacağım. Vaxt itirmədən keçək sualların izahına. Deməli, 61 nömrəli çalışmada uşaqlar bizə belə bir kəsir verilib. Yazıb ki, 25a kvadratı çıxılsın 16 bölünsün, kəsirin məxrəcində isə 5a plus 4 ifadəsi verilib. Bu kəsiri ixtisar eləməliyik. Kəsir sürəti müxtəsər Roma düsturuna görə 5a çıxılsın 4 vurulsun 5a üzərinə gəlinsin 4 şəklində vurğulara ayrılacaq və bölünsün kəsirin məxrəcində isə 5a plus 4 ifadəsidir. Daha sonra buradan 5a plus 4'ləri ixtisar aparsaq qalacaq 5a minus 4. Doğru cavab 61-ci sualda 5a minus 4 D variantı olacaq. Növbəti 62-ci suala baxaq. Deməli, 62-ci sualda yazıb ki, fx funksiyası bərabərdir. Bizə belə bir fx funksiyası verilib. Fx funksiyası bərabərdir. 2x üstəgəl 3, 2x üstəgəl 3 bölünsün, x kvadratı üzərinə gəlinsin 2 olarsa, bizdən f3'ü hesablamamızı istəyir. f3 bərabərdir sual işarəsi. f3 o deməkdir ki, uşaqlar, yəni fx funksiyasında x dəyişənin yeri 3 qoymalıyıq. Olacaq 2 vur 3 üzərinə gəlinsin 3 bölünsün 3'ün kvadratı üzərinə gəlinsin 2. Kəsin sürətində olur 9, məxrəcində isə olur 11. Doğru cavab 11'də 9 E variantı olacaq. 62-ci sualda da doğru cavabımız E variantı olur. Növbəti 63-cü suala baxaq. Deməli, 63-cü sualda bizə belə bir trapesiya verilib, düzbucaqlı trapesiyadır və bu trapesiyanın sahəsini tapmaq tələb olunur. Belə bir düzbucaqlı trapesiyadır. 2 daxili bucağı 90 dərəcədə, təbii ki, kiçik oturacağı 2'dir, böyük oturacağı 4'dür, hündürlüyü də 12'dir. Yazıb ki, S trapesiya bərabərdir və hesablasaq, oturacaqları cəminin yarısı, yəni 2 plus 4 bölünsün 2, vurulsun hündürlük 12. O da olur 36 kvadrat santimetr. Doğru cavab deməli 36 kvadrat santimetr E variantı olacaq. Növbəti 64-cü suala baxaq. Deməli, 64-cü sualda yazıb ki, bizə A və B çoxluqları verilib. A çoxluğunun elementləri 1, 2, 3, 4, 5, 6'dır. 1, 2, 3, 4, 5, 6. B çoxluğunun elementləri isə 2, 4, 6, 8, 10'dur. 2, 4, 6, 8, 10'dur. Bizə nə istəyir? Bizdən A'nın B'dən fərqini istəyir. A'nın B'dən fərqi o deməkdir ki, yəni A çoxluğunda olub B çoxluğunda olan elementləri yazmalıyıq. B çoxluğunda olmayan elementləri. Bunlar hansılardır? 1, 3 və 5. Yəni A'nın B'dən fərqinin elementləri bunlar olacaq. 1, 3, 5. Doğru cavab 64'də D variantı olur. Növbəti 65-ci suala baxaq. Sual 65'də. Deməli, görək sual 65'də nə yazıb? 12a kvadratı çıxılsın 24a çox hədlisini vurğulara ayırır. Deməli, 12a kvadratı çıxılsın 24a çox hədlisini vurğulara ayırır. Burada mən 12a'nın ortaq vuruq kimi ötərizi xaricə çıxarsam olacaq 12a vurulsun A çıxılsın 2. Doğru cavab olur. Burada da C variantı. Davam edək növbəti 66-cı sualına. Yazıb ki, permutasiya 4'dən 4, permutasiya 4'dən 4 üzərinə gəlinsin. Permutasiya 3'dən 3 ifadəsinin qiymətini hesablayın. Permutasiya 3'dən 3. Bu da bərabər olacaq olar. Permutasiya 4'dən 4 bilir ki, 4 faktorial bölünsün 0 faktorialdır. Üzərinə gəlinsin. Permutasiya 3'dən 3, 3 faktorial bölünsün 0 faktorialdır. 4 faktorial 24 elir, 3 faktorial da 6 elir. 24 ilə 6'nın da cəmi bərabər olur 30'a. 66-cı sualda da doğru cavabımız C variantı olacaq. Növbəti 67-ci suala baxaq. Yazıb ki, A bərabərdir kosinus 271 dərəcə, A bərabərdir kosinus 271 dərəcə və B bərabərdir tangens mənfi 187 dərəcə. Tangens mənfi 187 dərəcə. Bizə deyir ki, ədədlərin işarələri müqayisə edilir. Əvvəlcə uşaqlar A ədədinin işarəsini müəyyənləşdirək. 271 dərəcəlik bucaq təbii ki, 4-cü rübün bucağı olduğuna görə 4-cü rübdə də kosinus nədir? Kosinus müsbətdir. Ona görə A sıfırdan böyük olacaq. Daha sonra B-ni tapsaq, tangens tək funksiya olduğuna görə bu mənfi tangens 187 kimi yaza bilərik bunu. 187 dərəcəlik bucaq isə 3-cü rübün bucağıdır. 3-cü rübdə tangens özü müsbətdir. Qabaqdakı mənfi onu mənfi eləcək. B də sıfırdan kiçik olur. Olur A sıfırdan böyük, B sıfırdan kiçik. Hansı variant? A variantı. Növbəti 68-ci suala baxaq. Sual 68.
Deməli 68-ci sualda yazıb ki, 16 üstü 0,36, 16 üstü 0,36 vurulsun 16 üstü 0,14, 16 üstü 0,14 ifadəsinin qiymətini hesablayın. Əsaslar eyni olduğuna görə qüvvət hissələri toplanacaq, olacaq 16 üstü 0,5, bu da kök altında 16 deməkdir. 16'nın da kvadrat kökü bərabər olur 4'ə. D variantı. 68'də də doğru cavabımız olur D variantı. Növbəti 69-cu suala baxaq. Sual 69-da deyir ki, düzbucaqlının diaqonallarının sayını tapın. Deməli, biz çoxbucaqlının diaqonallarının sayını tapılma düsturu n vurulsun n-3 bölünsün 2 düsturu ilə tapıldığını bilirik. Düzbucaqlının 4 tərəfi olduğuna görə 4 vur 1 bölünsün 2 olur 2. 69-cu sualda doğru cavabımız B variantı olacaq. Daha sonra sual 70'ə baxaq. Sual 70'də deyir ki, A və B çoxluqları üçün B A-nın alt çoxluğu olarsa, B alt çoxluğudur A olarsa, deyir ki, NA bərabərdir 9, yəni A çoxluğun elementlərinin sayının 9'a bərabər olduğu verilir. Daha sonra NB isə 4'dür. Yəni B çoxluğunun elementlərinin sayı isə 4'ə bərabərdir. NB də bərabərdir 4'dür, yəni B çoxluğunun elementlərinin sayı da 4'dür. Deyir ki, A çoxluğundan təsadüfi götürülmüş. Gəlin bir dənə L-Levin diaqramı çəkək uşaqlar. Bu bizim L-Levin dairəmiz olsun. B A-nın alt çoxluğu olduğuna görə təbii ki, bu şəkildə çəkiləcək. A belə, B də burada. B çoxluğunun 4 elementi var. A çoxluğunun ümumi 9 elementi varsa bura 5 yazılacaq. Düzdürmü? İndi bizə deyir ki, A çoxluğundan təsadüfi seçilmiş 2 elementin A-nın B-dən fərqi çoxluğuna daxil olması hadisəsinin ehtimalını tapın. A-nın B-dən fərqinin neçə elementi var? Yəni N, A kəsişmə B, A B-dən fərqi 5 dənədir. Ümumi NA isə 9, düzdürmü? İndi 2 element götürülür A çoxluğundan və həmin götürülən çoxluğun 2 elementin A-nın B-dən fərqinin çoxluğun elementə daxil olması hadisəsinin ehtimalını tapın. Ümumiyyətlə bizim ehtimalımız bərabər olacaq əlverişli halların sayı bölünsün mümkün halların sayı. 2 element seçildiyinə görə mümkün halların sayı olacaq kombinizon 9'dan 2. Sürətdə isə kombinizon 5'dən 1 vurulsun. Kombinizon nə olacaq? Olacaq vurulsun kombinizon 4'dən 1. Kombinizon 5'dən 1 eləyir 5. 4'dən 1 4. 9'dan 2 də eləyir 36. 36 20 o da 5 bölünsün 18. Doğru cavab 18'də 5 A variantı. Davam edək növbəti 71-ci sualla. Deməli sual 71'də deyir ki, baxaq sual 71'də görək nə deyir. 4-cü rübdə yerləşən A nöqtəsindən abziz oxuna qədər olan məsafə 4'ə bərabər. Deməli bir dənə koordinat sistemi çəkək. Bu bizim koordinat sistemi olsun. Koordinat sistemi bilir ki 4 rübə ayrılır. 1-ci rüb, 2-ci rüb, 3-cü rüb və 4-cü rüb. Deyir ki 4-cü rübdə yerləşən A nöqtəsindən abziz oxuna qədər olan məsafə 4'ə bərabər. Bir A nöqtəsi götürək. Bu nöqtədən abziz oxuna, yəni X oxuna qədər olan məsafə 4'dür və bu məsafə 4'ə bərabərdir. Bu məsafə 4'dür. Deyir ki, ordinat oxuna qədər olan məsafə isə 6'ya bərabərdir. Ordinat oxuda Y oxudur. Bura qədər olan məsafə isə 6'ya bərabərdir. Bizə deyir ki, A nöqtəsinin koordinatlarını tapın. A nöqtəsinin deməli X-i 6'dır, Y-i də neçədir? -4'dür də uşaqlar. 6 -4. Hansı variant olur? C variantı. 71'də doğru cavabımız olur C variantı. Növbəti 72-ci suala baxaq. Deyir ki, ABC üçbucağında kosinüs alfa vurulsun tangens betanı tapın. Deməli bizə belə bir düzbucaqlı üçbucaq verilib. Belə bir düzbucaqlı üçbucaqdır. Bir dəqiqə bu düzbucaqlı üçbucağı biraz səliqəli çəkək. Bizə belə bir düzbucaqlı üçbucaq verilib. Deyir ki, bunun C bucağı 90 dərəcədir. Bura A təpəsidir, bura C təpəsidir, burada B təpəsidir. Bura alfa bucağı yazılıb. Bura alfa bucağıdır. Bura beta bucağıdır. Bura beta bucağı. Bura A, bura B, burada C'dir. Bizdən istəyir ki, kosinüs alfa vurulsun tangens betanı tapaq. Kosinüs alfa vurulsun tangens beta. Kosinüs alfa bilirik ki, uşaqlar bitişik katet bölünsün hipotenuzdur. A bölünsün C olacaq. Beta bucağının tangensi isə qarşı bölünsün bitişikdir. Yəni A bölünsün B. Bu da olur nə? A kvadratı bölünsün BC. Doğru cavab A kvadratı bölünsün BC B variantı. 72'də də doğru cavabımız B variantı olur. Növbəti 73-cü suala baxaq. Deməli sual 73'də deyir ki, kosinüs 20 A olarsa, kosinüs 20 dərəcə A olarsa, deyir ki, sinus 10'u A ilə ifadə edin. Sinus 10 dərəcə bərabərdir. Aynen bunu ifadə eləməli. Kosinüs 20 təbii ki, kosinüs kvadratı 10 çıxılsın sinus kvadratı 10 kimi yaza bilərik. Düzdürmü? Bərabərdir A-ya. Digər tərəfdən bilirik ki, kosinüs kvadratı 10
üzərinə gəlinsin sinus kvadrat 10 bərabərdir 1-ə. Bunlar tərəf-tərəfə çıxsaq, aşağıdan yuxarı çıxsaq olacaq 2 sinus kvadratı 10 bərabərdir 1 çıxılsın a-ya. Buradan sinus kvadratı 10'u tapsaq olacaq 1 çıxılsın a bölünsün 2. Bizə sinus 10 lazım olduğuna görə kök alarıq. Olacaq kök altında 1 minus a bölünsün 2. Doğru cavab kök altında 1 minus a bölünsün 2 D variantı. 73'də doğru cavabımız D variantı olur. Növbəti 74-cü suala baxaq. Oturacağının perimetri deyir ki 15 yan tili 9 olan düz prizmanın yan səthinin sahəsini tapın. Deməli uşaqlar, bu düz prizmanın yan səthinin sahəsi S yan bərabərdir. Təbii ki yan tili isə 9-a bərabər düz prizmadır. Onda P oturacaq vurulsun ilə yan til. Yəni düz prizma onun yan tili təbii ki elə hündürlük olur. P oturacaq vurulsun H. O da olur neçə? 15 vurulsun 9. 15 vurulsun 9 eləyir 135 kvadrat santimetr. Kvadrat santimetr. Prizmanın yan səthinin sahəsi oturacağının perimetri vurulsun yan tili olur. Sonra baxaq sual 75'ə. Sual 75'də nə deyir? Deyir ki, uzunluqları 500 metr və 300 metr olan iki tuneldən birincinin son nöqtəsi ilə ikincinin başlanğıc nöqtəsi arasındakı məsafə 15 kilometrdir. Uzunluğu 200 metr və sürəti 64 km/saat olan qatar birinci tunelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. Deməli uşaqlar, bu ümumi məsafəni tapaq. Deməli tunelə girirsə artıq 500 metr birinci tunelin uzunluğudur. 500 metr üzərinə gəlinsin. Daha sonra birinci tunellə ikinci tunel arasındakı məsafə 15 kilometr. Üzərinə gələcəm 15 kilometr, yəni 15.000 metri. Daha sonra üzərinə gələcəm ikinci tunelin uzunluğunu 300 metri və ikinci tuneldən tam çıxması üçün təbii ki, yəni qatarın öz uzunluğunda bunun üzərinə gəlməliyik. O da nə qədərdir? 200 metr. Üzərinə gələcəm 200 metri. Bu da elir neçə? 500.000 elir 20.000. Düzdürmü? 500, daha doğrusu düz hesablayaq bir dənə. 500.000 16.000 eləyir də. 16.000 metr. 16.000 metr eləyir. İndi sürəti də 64 kilometr olan bir qatar var. İndi 16.000 metrdə uşaqlar 16 kilometr deməkdir təbii ki. Bunu da sürətə böləcəm, 16'nı böləcəm 64'də və vuracam tapdığımız saatla. Dəqiqəyə çevirməsin 60'a da vuracam. Olur 15 dəqiqə. Doğru cavab 15 dəqiqə olacaq. Sual 75'də doğru cavab 15 dəqiqədir. Daha sonra baxaq sual 76'ya. Deməli sual 76 deyir ki, loqaritm 2 əsasdan mötərizədə loqaritm 2 əsasdan x-in kvadratı, loqaritm 2 əsasdan x-in kvadratı bu formadadır. Çıxılsın 3 dənə loqaritm 2 əsasdan x, 3 dənə loqaritm 2 əsasdan x. Üzərinə gəlinsin 4 bərabərdir 3'dür. Təbii ki, buradan uşaqlar mötərizənin içərisinin 2'nin kubuna, yəni 8'ə bərabər olması lazımdır. Yazacağım loqaritm 2 əsasdan x-in kvadratı çıxılsın 3 dənə loqaritm 2 əsasdan x üzərinə gəlinsin 4 bərabər olmalıdır 8'ə. Buradan loqaritm 2 əsasdan x-ə bir t əvəzləməsi desəm, olacaq t kvadratı çıxılsın 3t çıxılsın 4 bərabər 0. Bu da vurğulara t minus 4 vurulsun t plus 1 şəklində ayrılacaq bərabər 0. Birinci kök 4 olur, ikinci kök də olur -1. Kökləri hasilini tapın deyir. İndi loqaritm 2 əsasdan x-i bir dəfə 4'ə bərabərləşdiririk. Loqaritm 2 əsasdan x 4 olanda x bərabər olur 2 üstü 4, 16. Bir dəfə də loqaritm 2 əsasdan x-i -1'ə bərabərləşdiririk. x2 də olur 2 üstü -1, yəni 2-dədir. Kökləri hasili də x1 vurulsun x2 hasili də olur neçə? 8. Doğru cavab 8 olacaq. Növbəti 77-ci suala baxaq. Yazıb ki, sual 77'də x kvadratı çıxılsın 6x çıxılsın 7 kiçikdir 0 bərabərsizliyinin deyir ki, tam həllərinin cəmini tapın. Bu vurğuları uşaqlar təbii ki, x minus 7 vurulsun x plus 1 şəklində ayrılır kiçikdir 0'dan. Birinci kökü olur -1, ikinci kökü də olur müsbət 7. Ərəd oxunda bu kökləri qeyd etsək, -1 və 7'ni qeyd etsək, 7'dən böyük bir qiymət verəndə müsbət, -müsbət. Bizə 0'dan kiçiklər lazım olduğuna görə bunlar olur. Tam həllərin cəmindir tapın. 0'dan kiçiklər. Məsələn 6 verdik, hə, mənfi elədi. Tam həllərin cəmi 0, 1, 2, 3, 4, 5 və 6'dır. Bunların cəmi deyilir neçə? 21. Cəmin tapın. Doğru cavab 21 olur. Növbəti 78-ci suala baxaq. 78-ci sualda deyir ki,
Loqaritm 2 əsasdan belə bir ifadə verilib bizə. Loqaritm 2 əsasdan kök altında 14 üzərinə gəlinsin 2 loqaritm 3 əsasdan kök altında 7 üzərinə gəlinsin elgə 100 ifadəsinin qiymətini hesab edin. Elgə 100. Bax, belə bir ifadə verilib bizə. Bunun qiymətini hesablamalıyıq. Təbii ki, uşaqlar, burada nə olacaq? Sondan əvvələ gələrik. Olacaq loqaritm 2 əsasdan kök altında 14 üzərinə gəlinsin 2 loqaritm 3 əsasdan elgə 100 2 ilə kökdə 9 yazacağım elə bunu bu şəkildə. Bərabər olacaq loqaritm 2 əsasdan kök altında 14 üzərinə gəlinsin. Bundan kök 3 çıxır 1 elir 2. Bu da bərabər olur loqaritm 2 əsasdan 16-nın kvadrat kökü 4-dür. Loqaritm 2 əsasdan 4 də nəyə bərabər olur? 2-yə bərabər olur. Belə, bu bizim uşaqlar qapalı və açıq tipli sualların həllidir. Ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahında digər video izahda paylaşacağım. Hər birinizə uğurlar, çox sağ olun.